Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyəti uzun illərdir müxtəlif istiqamətlərdə tənqid olunur. Düz 31 il AHİK-ə rəhbərlik etmiş Səttar Möhbalıyev 2024-cü ildə vəzifədən uzaqlaşdırılandan sonra onun yerinə hüquqşünas, iqtisadçı, həmçinin İqtisadiyyat Nazirinin müavini vəzifəsində çalışmış Sahib Məmmədov gətirildi. Uzun illər haqsızlıqla sosial dəstək və xidmət mexanizmlərinin kifayət qədər effektiv işləmədiyi ilə bağlı narazılıqlarını səsləndirən AHİK üzvləri bu dəyişikliyə sevinərək vəziyyətin düzələcəyinə inanırdı. Bu səbəbdən yeni rəhbərlikdən Sahib Məmmədovdan gözləntiləri yüksək idi. Lakin görünənlər çoxsaylı davamlı narazılıqlar və daxil olan məlumatlar göstərir ki, əvvəlki problemlər nəinki aradan qaldırılıb, daha ciddi və təhlükəli hal alıb. Əsas narazılıqlar arasında isə AHİK-in tabeliyində fəaliyyət göstərən səhiyyə müəssisələrindəndir. Onlardan biri də Bakı şəhərinin Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən Buzovna fizioterapiya mərkəzidir. Mərkəz 2024-cü ilin oktyabr ayında fəaliyyətə başlayıb. Buzovna qəsəbəsində yerləşən mərkəz AHİK-in nəzdində fəaliyyət göstərən Kurort Qapalı Səhmdar Cəmiyyətinin balansına daxil olan bir neçə sanatoriya və müalicə mərkəzlərindən biridir. AHİK sədri Sahib Məmmədov, Kurort Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru isə Çingiz Hacıyevdir. Bir xəbər media bizim əsrə istinadən xəbər verir ki, Buzovna fizioterapiya mərkəzi yarandığı gündən etibarən son bir həftəyədək lisensiyasız fəaliyyət göstərib. Olduqca maraqlı faktdır və bu mərkəz 2 ilə yaxın necə lisensiyasız tibbi müalicələr həyata keçirib. Bu hal həm qanunvericiliyin pozulması, həm də vətəndaşların sağlamlığı baxımından ciddi risklər yaradan haldır. İddialara görə mərkəzdə müxtəlif xarakterli qanun pozuntuları da baş verir. Məlumatlarda qeyd olunur ki, mərkəzin baş həkimi Nüşabə Əlişovadır və ixtisasca ginekoloqdur. Fizioterapiya profili bir müəssisəyə rəhbərlik edən şəxsin ixtisas uyğunluğu məsələsi də diqqət çəkən məqamlardandır. Şikayətlərdə daha çox adı hallanan şəxslərdən biri də Buzovna fizioterapiya şöbəsinin müdiri kimi təqdim olunan Reyhanə Hüseynovadır. Onun ali tibbi təhsilinin olub-olmaması ilə bağlı suallar mövcuddur və bu məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinə rəsmi sorğu ünvanlanıb. Dövlətə aid olan bir tibb müəssisəsində həkim olmadan işləmək həqiqətən də qəbul edilməzdi. Şikayətlərdə daha çox adı hallanan həkimlərdən biri də Fuad Baxşəliyevin adıdır. Onun sözügedən mərkəzdəki fəaliyyəti ilə bağlı böyük suallar var. Məlumatlara görə əvvəllər Medbrat kimi çalışan və orta ixtisas təhsilli olduğu bildirilən bu şəxsin sonradan daha yüksək vəzifəyə təyin olunması diqqət çəkir. Eyni zamanda o özünü AHİK sədri Sahib Məmmədovun Buzovna fizioterapiya mərkəzindəki adam olaraq tanıdıb. İddialarda yer alan digər məqamlardan biri də mərkəzin lisensiyasız fəaliyyət göstərdiyi dövrdə dövlət yoxlamalarından necə keçməsi ilə bağlıdır. Qeyd olunur ki, faktiki olaraq müxtəlif tibbi prosedurlar həyata keçirilsə də rəsmi sənədlərdə yalnız tək masaj xidmətinin göstərildiyi qeyd olunub. Məlumatlarda diqqət çəkən digər məsələ isə AHİK tərəfindən göndərilən xəstələrə əlavə ödənişli prosedurların tətbiq edilməsi ilə bağlıdır. Şikayətçilərin sözlərinə görə rəsmi göndərişlə mərkəzə qəbul olunan şəxslərə əlavə prosedurlar yazılır və bunun müqabilində ödəniş tələb olunur. Bu ödənişlərin bəzi hallarda 80 manatdan başladığı və sistemli xarakter daşıdığı qeyd olunur. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.